Bismillahirrahmanirrahim. İnşallah Seyyid Əbülqasım Əl-Xoyinin təfsirindən oxuyuruq. Hədisi məna eləyəcəyik inşallah. Bir hissəsini, bir qismini məna eləmişik. Digər qismini də məna edəcəyik. Hədisin ardı belə idi. La yaxbu tavqiduhu. Seyyid rəhmətullah aleyh La yaxbu tavqiduhuya belə şərh verir. Demişdik də bunu. Yəni mənaları dərindir. Yuridu bi qavlihi haza və bi kəsirin min cüməli hazihil xutbəti buyurur ki, Həzrəti Əli əleyhissalam sözündən belə məlum olur, belə anlaşılır. Və bi kəsirin min cüməli hazihil xutbə bu xutbənin uzun bir xutbə oxuduq burada Həzrət Əli əleyhissalamdan. Quranın fəziləti barəsində hədis. Ennel Qur'anə la təntehi məanihi. Quranın mənaları sona yetməz. Yəni nəhayəti olmayan mənaları var. Ənnehu qizzun cədidun. Quran hər bir ayəsi yeni bir pərdədir. Hər bir ayəsində yeni bir pərdə vardır. Hansı günə qədər? İlâ yevmil qiyaməti. Qiyamət gününə qədər. Fəqət tənəzzələl ayətu fi mevridin əv fi şəxsin əv fi qavmin. Ayə üç cür nazil olur. Bir dəfə bir mevriddə nazil olur. Yəni şən-i nüzulu. Ya bir şəxs barəsində nazil olur. Ya bir tayfa barəsində, məsələn Hud qövmü barəsində, Ad qövmü barəsində, Səmud qövmü barəsində. Və lakinnəhə la təxtəssü bizalikəl məvrud. Yəni deyək ki, məxsusən bu məqama məxsusdur, məxsus deyil, o zalikə şəxs. Ya təkcə bu şəxsə məxsusdur, xeyr. Məsələn deyək ki, məsələn Əbəsə və Təvəllada o əshab ki, Peyğəmbərin yanındaydı, məxsusən o şəxsədir, xeyr. Ya inca'əkum fasiqun binəbəin fətəbəyyənu ayəsi məxsusdur həmin şəxsə, o da səhabe-i Peyğəmbərdir, təkcə ona aid deyil. Hər kim o surətdə olsa ona aiddir. Yəni zamanı, məkanı yoxdur, fərqi yoxdur. O ulaykəl qovm, yəni buna fərqi yoxdur. Fəhiyyə ammətul məna. Quranın mənaları ümumidir. Yəni bir mənaya dəlalət eləmir ki, digər mənanı özündə qəbul eləməsin. Əgər bir mənanı da qəbul eləsəydi, digər mənanı gərək qəbul eləməyəydi. Belə deyil, ümumi bir mənası var. Və qəd ruviyəl Əyyaşi bi isnadihi ən Əbi Cəfər əleyhissalam. Əyyaşi müsnəd hədislə İmam Baqir əleyhissalamdan nəql edir. Əbi Cəfər bilirsiniz, Cəfərin atası, yəni İmam Məhəmməd Baqir əleyhissalam. İmam Məhəmməd Baqir də 5-ci imamdır. Fi qavli Teala buyurur: "Likulli qavmin hadin." Hər bir tayfə üçün hidayət vardır. Düzdür? Yəni bu mənada. Hər bir tayfə üçün nə vardır? Hidayət vardır. 12-ci surədir, 8-ci ayədir. 12-ci surə hansıdır? Yusuf surəsi 8-ci ayə. Ənnehu qalə. Həzrət İmam Məhəmməd Baqir əleyhissalam həmin ayə barəsində belə hədis buyurub. Ələyyəl hadi. Bizik hidayət edən və minnəl hadi. Hidayət bizdəndir. Ravi buyurur ki, fəqultu, dedim, fə əntə cuiltu fidak əl-hadi. Sizsiniz, sizə fəda olum. Yəni cuiltu fidak, yəni sənə fəda olum, yəni sizə fəda olum. Əl-hadi. Yəni hidayət sizə aiddir, siz hidayət edirsiniz. Buyurdu qalə. Həzrət buyurdu ki, səddəqtə, sən düz deyirsən. İnnəl Qur'anə həyyun la yəmut. La yəmut yəni la yəmutu nəfyidir, nəhyi deyil. Nəhyi olsaydı vav olmazdı. Nəfyidə vavdır. Qur'an diridir, ölməz.
Vəl ayətu həyyətun. Qur'anın ayələri də diridir. La təmutu. Ayələr də ölməz. Fəlov kanətil ayətu İza nəzələt fil əqvami. Zamanı ki ayələr nazil oldu bir dəstə tayfa üçün, bir dəstə tayfaya nisbət və matu və həmin tayfa məhv oldu, ya öldülər, aradan getdilər. Matətil ayətu ləmatəl Qur'an. Ayələr ölər, Qur'an ölər, amma lakin hiyə cariyətun fil baqin. O əqvamın ölməyilə Qur'an ölməz, ayələr ölməz. Həmin ayə axar, cari olar fil baqin, digərlərinə aid olar. Hələ bir ki Hud qövmü gəldi, aradan getdi, Hudun vaxtı qurtardı, ayə keçər Səmud qövmünə. Səmud getdi, keçər Ad qövmünə. Yəni ayə heç vaxt ölməz. İnsanlar əqvam ölsə də ayə ölməz. Kəma cərət fil maziyyin. Necə ki ayələr keçmişlərdə cari olurdu, keçmişlərə şamil olurdu, elə indi də şamil olar. Yəni Qur'an heç vaxt ölməzdir. Bu, bugünkü dərsimizdir. Seyyiddən digər hədisdə var, Quran ayəsini. Onu da inşallah qismət olsa sabah oxuyarıq. Allah rəhmət eləsin. Bəqərə surəsinin 20-ci ayəsində Allah buyurur ki, Bismillah. Yəkadul bərqu yəxdəfu əbsarəhum kulləmə əzəə ləhum məşəv fihi və izə əzləmə əleyhim qamu və ləv şəəlləhu ləzəhəbəz bisəm'ihim və bisarihim innəlləhə ələ kulli şeyin qədir. Allah Qur'an-ı Kərimdə yenə münafiqlərə işarə eləyərək buyurur ki, Yəkadul bərqu, ildırımın çaxması, yəxdəfu əbsarəhum, az qalır ki, onların gözlərinin işığını alsın. Yəni onlar kör olsunlar ildırımın çaxmağı ilə. Kulləmə əzəə ləhum. Zamanı ki, ildırım çaxar, işıq saçar. Məşov fihi, ildırımın işığında onlar hərəkət eləyərlər. Məşov məşadandır. Məşa, məşəya, məşov, gedərlər. Və izə əzləmə əleyhim, ildırım ki getdi, göy qaraldı, qaranlıq üz verdi, zülmət üz verdi, qamu, dayanarlar. Qaranlıqda da geçsinlər, işıqda yoxdur əllərində, zülmətdədirlər. Deyir, Allah istəsə və ləv şəəlləhu ləzəhəbə bisəm'ihim və əbsarihim. Allah istəsəydi onların qulaqlarını və gözlərini əllərindən alardı. Əllərindən alardı məcazi mənada, yəni onlardan əzhəbəllahu səm'əhum və əzhəbəllahu əbsarəhum. Allah istəsəydi onların əllərindən gözlərini də alardı, qulaqlarını da alardı. Onlar nə eşidib, nə də görərdi. Allah buyurur ki, biz bunu etmədik. Amma innəlləhə lə kulli şeyin qədir. Allah hər şeyə qadirdir. Qədirdə bəhsi vardır. Qədir sifətdir. Sifəti müşəbbihədir. Bəzi alimlərin nəzəri budur ki, qədir yəni Allah qüdrət sahibidir. Mütəkəllimlərin nəzəri. Bəziləri başqa sözlər deyiblər qədirdə. Onlar deyiblər ki, Allah qadirdir bildiyinə. Yəni elmi var o şeyi ki bilir.
Külliyyatı bilirsə, cüziyyatı bilmir. Cüziyyata elmi yoxdursa, qüdrəti yoxdur. Bunu fəlasifə deyir. Fəlasifənin də sözü mütəkəllimlərin nəzərində rədd edir. Yəni, bu düzgün bir söz deyil ki, Allah hər bir şeyə qadirdir. Əgər yoxdan var edən Allahdırsa, deməli, hər şeydə qadir Allahdır. Bərq, işığa deyərlər. Bərqun, yəni işıq. Yaxtəfu da oxuya bilərsən, yaxtifu da oxuya bilərsən. Bəziləri deyirlər, xətifə yaxtifudur. Bəziləri deyirlər, xətəfə yaxtəfudur. Yəni, bəziləri belə deyirlər, xətəfə yaxtifu, bəziləri xətifə yaxtəfu deyirlər. Amma ən düzü, əfsəhi, xətifə yaxtəfudur. Əlimə, yələmu babında gəlir. Yəni, budur. Xətifə, yaxtəfu. Yəni, budur gəlir. Yaxtəfu. Budur gəlir. Bu fəsihdir. Amma xətəfə, yaxtifu isə zəifdir. Yaxtəfu, yəni əxəzu, yaxuzu, əxəzə yaxuzu, yəni götürər, alar. Əbsarəhum, onların gözlərini. Kulləma əzaə, əzaə zov, zov yəni çıraq. Çıraq olarsa, onların ildırım çaxanda işıq verir axı. O işıqla onlar hərəkət eləyərlər. Əzaə çıraq, nur. Əzaə ləhum, işıq verər də, ildırımın çaxması işıq verər. Yəkadul bərqu, ildırımın çaxmasından əzaə ləhum, onlar üçün, hələ bir o yaxtəfu ləhumı sal şeyə, mötəziyə, cümləni düzəd. Elə bil ki, işıq saçar, onlar işıqla gedərlər. Əzaə ləhum, onlar üçün işıq verər. Kulləma əzaə ləhum. Demişik də, kulləma oxunsa mübtədadır, kulləma oxunsa zərfidir. Burada da Allah kulləma gətirib, zərfi gətirib, mübtəda gətirib. Çünki ibtidaya ehtiyac yoxdur ki, cümlədə. Cümlə başlayıb. Məşov. Məşov cəm müzəkkərdir. Məşa, məşəya, məşov. Dəa, dəəva, dəov. Düzdür, naqisi vavidir. Bunu biz sərfimizdə oxumuşduq. Məşov fihi, gedərlər. Həmin işıqla gedərlər, bərqlə, bərq işıqdır. İşıq olmayanda gedməz, keçə dedik, işıq qabaqda olar, arxada olmaz. İza əzləmə əleyhim, zaman ki, qaranlıq çöktü onların üzərinə, həmin münafiqlərin üzərinə. Qamu yəni vəqəfu, dayanarlar. Görürsən, insan özü də, hətta tək insan özü qaranlığa düşəndə meşənin içində dayanır. Bir an dayanır ki, görüm, necə yolu tapım, hardan tapım, necə çıxış tapım özüm üçün. Yəni, insana bir an qorxu gəlir. Qorxu da demişik. Qərizədir. İnsanın özündən deyil, onun bəhsini elədik, qaldı. Ardı var. Ləzəhəbə dedi. Bisəmihim və əbsarihim. Bununla demişik də, zəhəbə lazım feildir, təsirsiz feil. Gəlir, nə olur? Təsirli olur. Əzhəbəllah. Allah aparar. Lam-lamı təkiddir. Ləzəhəbə, yəni Allah aparar. Bisəmihim. Yəni səməhum, qulaqlarını, yəni qulaqlarını qoparıb çıxarar. Yəbsarəhum, gözlərini çıxarar, yəni gözsüz eləyər onları. Eləsəydə eləyərdi. Heç bir problemi də yoxdur, niyə kör olduq? İnnəlləhə ələ kulli şeyin qədir. Allah hər bir şeyə qadirdir. Çünki burada İnnəlləhə ələ kulli şeyin qədir iki şey var. Qədirin özü iki hissəyə bölünür. Qüdrət. Biz qüdrətdən danışırıq. Qədir, yəni qüdrət. Allahın qüdrəti.
iki şeyə bölünür. Mövcud, bir dənə mədum. Əgər desək ki, qədir mövcuda aiddir, mədumun nə işi var? Əgər desək ki, qədir qüdrət mədum üçündür ki, onu mədumu mövcud eləsin, onda mövcudun nə işi var? Belə bir məsələ çıxır. Bu da mütəkəllimlərin nəzəridir. Qədiri iki hissəyə bölüblər. Allah qüdrət sahibidir. Yəni, mövcudatda da qüdrət sahibidir, mədumatda da. İndi biri bayırdan, yəni xaricdən işğal eləyər. Deyə ki, Allah qüdrət sahibidir. Nəyə qüdrət sahibidir? Mövcudata, mövcudat var. Zeyd əyləşib. Allahın qüdrəti çatır buna ki, bunu öldürsün. Bu bildiyi bu Zeyddir. Zeyd mövcuddur. Yaxşı, bəs mədum ki, yoxdur. Hələ heç ana bətinlərində də yoxdur. Atalarının sülbündə də yoxdur. Onlar ki, mədumdur. Heç sülbdə də yoxdur. Mövcudatın, o mövcudat ki, qiyamətə qədər hələ yaranacaq, hələ yoxdur. Amma gələcək. Ona da qüdrəti var. Bax, onlar yoxdur. Hə? Çox qəşəng bəhs açıb var burada. Rəhmətli Təbərsi. Düzdür? Bunun böyük bəhsi var. Bunun bəhsini biz oxuyacaq inşallah. Geniş surətdə, təfsirdə yeni gedəcək. Burada biz işarələr eləyirik. Yəni, mövcudata qüdrət var, amma mədumata qüdrətin olmağında bəhsimiz vardır. Mütəkəllimlərin nəzərində Allah qadirdir. Qadir yox, qədirdir. Qadirlə qədirin fərqi var. Niyə qədir dedi, qadir demədi? Bunu biz oxumuşduq. Əvamildə də demişdik. Fəlsəfə başqa cür təhvil verir bunu. Fəlsəfə başqa cür təfsir verir buna. Məsələn, fəlsəfə alimləri buna tamam başqa nəzərlə baxırlar. Əgər qadir desəydi, bir işğal vardı olardı. Qədir dedi ki, işğal dəf olsun. Qadir desəydi, hüdusda olardı. Qüdrəti var, ola bilər bir anda qüdrəti olmasın. Qədir dedi, qədir əhatə bihi elmuh. Onun elmi əhatə eləyir, elmindən məqsəd, yəni qüdrəti əhatə eləyir, Allah qüdrət sahibidir. Yəni qüdrətində ləm əzəl, yəni zaillik olmaz. Allahın qüdrətində zələl olmaz, xələl olmaz. Allahın qüdrəti qalıbdır, qüdrəti dəyişməzdir. Qüdrətində fərqi yoxdur. Fərqi yoxdur. Həmin şəxs mövcud olsun, həmin şəxs mədum olsun. Mədumu da mövcud eləyən Allahdır. Əgər mövcudu mədum eləyirsə, mədumu da mövcud eləyən Allahdır. Fərqi yoxdur. Hər iki surətdə Allah qədirdir. Bəziləri deyirlər filosoflar, hətta İslam fəlsəfə alimləri də, İslam fəlsəfəsi, mən qəribdən danışmıyorum, İslam fəlsəfəsi. Deyirlər, Allah qədirdir, belə deyil. Allah hər şeyə qadirdir. Bəli, Allah hər şeyə qadirdir. Siz səhv deyirsiniz. Allah hər şeyə qadirdir. Bəhsimiz o ki deyirlər, işğal eləyirlər ki, feildədir, faildədir. Xeyr, bəhsimiz faildə işğal yoxdur, feildədir. Feildə problem var. Feilin özünün vücuda gəlməyində problem var. Faildə problem yoxdur, fail Allahdır. Allah failul kullidir. Əllamənin dili ilə desək. Əllamə Hilli buyurur ki, Allahu failul kull. Allah hər bir şeyə qüdrəti çatırdı. Allahda elə bir problem yoxdur ki, Allahın neyəsə qüdrəti çatmasın. Nöqtə. Bu bəhsi biz deyəcəyik geniş surətdə inşallah. Əgər diqqətiniz bizdə olsun. Yaxtəfu dedi. Mənası budur ki, yaxtəfu yəni qulubuhum min şiddətin.
İla nəzərin. Yəni onların qəlbləri əgər doğrudanmı dinlərinə baxır, nəzər edir. Kimlər üçün açılar, işıq verər? Orada mənası buydu, əza ələhum. Əza ələhum yəni işıq verər. Münafiqlər üçün ildırım çaxması. Yenə deyirəm, bəzi alimlərin nəzəri budur ki, bunlar Yahudiyə şamildir, Yahudilərə şamildir. Bunu bəzi alimlər, bəzi müfəssirlər belə deyirlər. Ləzəhəbə bisəm'ihim, yəni əzhəbəllahu səm'əhum. Nəyə görə? Uqubətən. İqab var onlar üçün. Nəyə görə? İki şeyə görə. Nifaq və küfür. Nəyə görə var bunlara? İki şey. Nifaqla küfür var bunlara. İki hissə. Bunlar iki şeydən təşkil tapır. Nifaq və küfürdən. Bu nədir? Bu ayədə Allah nə demək istəyir? Nəyi çatdırır? Deyir Allah burada, bu ayədə. Haza vəidun ləhum. Vəid var, vəd var. Vəd, vədə verməkdir. Bunu biz Suyutidə də demişik. Vəid isə qorxutmaq. Allah qorxudur. Münafiqləri qorxudur. Neynə? Bil iqab, əzabla. Bir əzab var, bir iqab var. Fərqli sözlər. Allah bəzi yerlərdə deyib, əzabun əlim. Böyük bir əzab gözləyir onları. Oxuduqdan münafiqlər. Bəzi yerdə deyir, iqab. Və huvəl iqab. Bəzi yerləri deyir Allah zu intiqam. İntiqam sahibiyəm mən. İqabla əzabın fərqi var. Əzab bir kötəkdir. İqab bir kötək deyil. İqab bəlkə 100.000 kötəkdir. Bəlkə 100 kötəkdir. Yəni iqabın əzaba nisbət əşəddisi var. İqab əzab deyil. Əzab da iqab deyil. Əzabla iqabın fərqi var. Bunlar fərqli şeylərdir. Bunları deyəcəyik. Qədirlə qadiri ki dedik. Bəzi alimlərin nəzəri budur ki, o dedik qədir sübutdir, qadir südusdur. Bəzi alimlər deyirlər ki, bu da qədirdən məqsəd mübaliğədir. Allah şişirdib. Nə şişirdib? Özünü xeyr. Alimlərin nəzəri, müfəssirlərin nəzəri burada budur ki, kəlməni şişirdib. Yəni o qədər şişirdib ki, özünə aid eləsin, özündən başqasına aid eləməsin. Şişirtmə burada iki cürdür. Bir var Zeydun tuvvalun deyirsən, Zeyd uzundurazdır. Şişirdirsən Zeydi. Bir də var özü, öz məqamı. Burada Allah dedi, İnnəllâhə əla kulli şeyin qədir. Qədir yəni mübaliğə, şişirtmək. Bəzi alimlər deyirlər ki, dedik, qədir ammıdır. 3 hissədən ibarətdir. Bir hissəsi məlumatdır, bir hissəsi mövcudatdır, bir hissəsi də ki, məqdurin qeyrihdir. Yəni, məqdur qeyrihdir, yəni qüdrəti çatır hər bir şeyə. Hətta özündən başqa bir şeylərə də qüdrəti çatır. Məsəl üçün, qadirdir hər bir şeyə. Bəziləri deyirlər ki, qədir xassıdır. Xassa nisbətdə verənlər var. Yəni, bu mənada ki, Allah qadirdir, məqdurun bir qeyrih deyil. Ola bilər ki, bir neçə şey qüdrəti var, bir neçə şey qüdrəti. Yəni, qüdrətdə biraz məsələ çıxardır. Amma ammı da tutsaq, xası da tutsaq, hər iki halda mübaliğə baş verir. Xeyr, fərqi yoxdur. Ammı tutsaq, xası tutsaq, mübaliğə gedir burada. Mübaliğə odur ki, Allah özündə, özünün ləfsində, ilahi ləfsində
mənada şişirtmə baş verir. Yəni məxsusən mənəm, bizik və bizdən başqa qüdrət olan yoxdur. Yəni o alimlər ki, bəhs eləyiblər, bəhsləri məlumatdadır. Məlumatda şey eləyib. Mövcudatda da bəziləri deyil. Hətta deyirlər məlumatda yox, mövcudatda da ola bilər. Və hər hal biz deyirik ki, xeyr, ümumi surət. Allah qədirdir, ammıdır, mənası ammıdır. Yəni ümum mənası. Amma oxumuşduq ki, amma xas. Yəni mənasında o kəsin qüdrəti özünün qüdrəti olsun, ya qüdrət olmasın. Allah ona qadirdir. Allah ona gücü çatır. Allah hər bir şeyə gücü çatır. Allah üçün maniyə yoxdur, belə desək. Qədirin mənası budur ki, Allah üçün heç bir mane yoxdur. Bizim nəzərimiz budur ki, burada qədirdə şiddət var. Şiddət budur ki, Allah münafiqlərdən danışdı, münafiqlərin sifətindən danışdı, onların iqabından danışdı, onlara verilən əzabdan danışdı və Allah burada şiddət bildirir. Yəni mənim üçün hər kim olur olsun, maniyə yoxdur. Yəni o mənim əzabımdan qaça bilməz. Heç bir yerə qaça bilməz. Hətta Quranda ayə var. Siz uca qəsrlərdə olsanız belə ölüm sizi haqlayacaq. Qədimidə şahlar özlərinə uzun qəsr tikərdilər, qəsri bütöv bağlayarlar hər tərəfdə. Ki, qorxardılar ki, orada bir ölüm mələyi ya ölüm bir şey daxil olsun, özlərini qoruyardı. Da demirdilər ki, ölüm gələcək. Səhv eləmirəmsə, hansısa Peyğəmbərin dövründə deyilsin. Deyir, anacan mən gedim müharibəyə vuruşum, yəni şəhid olun. Anası nəsə narahat olur, qoymur. Deyir, yox, qal evdə, getməyəcəklə belə elə, yatır. Deyir, onda icazə ver, yatır. Yatır elə, ana uşaq olur da, biraz mama uşaq olur. Ana deyir, ana başım ağrıyor, gedim yatır. Gedir, uzanır, yatır, ana deyir ki, sonra xəbər tutur ki, məsələn, hadisə baş verdi, o ilə gedən, bu ki, gedmədi onlarla, onlar hamısı öldülər. Deyirən, şükür Allaha, mənim oğlum sağlam qaldı. Bir saat keçir, 2 saat keçir, 3 saat keçir, görür, uşaq durmadı. Gəlir, qapını dəqqilbab eləyir, döyür, görür, cavab verəyim. Açır qapını, görür, uşaq Hasandan gedib. Cavab verdi. Pambığın içində saxlasın, əmri ilahi gəlsə, qabağını almaq mümkün deyil. Əssalamu aleykum.